Dostlar salamlar. Salamlar. Deməli, son ayların ən böyük problemi evlənmək yoxsa evlənməmək, kişi və qadın münasibəti və hamının bu haqda fikir bildirməsidir. Deməli, Murad Arif öz profilində yazmışdı ki, özünüzü tutmamısınızsa, ayaqları yerə möhkəm basmırsansa, evlənməm. Fərhad Pərviz o tərəfdən deyir ki, baxma ayağın hardadır, evlən. Evlən, yəni sonra da əla olacaq, narahat olma. İnsan özü də çaşbaş qalır ki, evlənsin yoxsa yox. Bunun mənə adiyyatı yoxdur, 44 yaşım var. Evlənmək barəsində belə fikirləşmirəm. Amma evlənmək barəsində fikirləşənlər də var. Xoş gəlmisiniz. Xoş gəldiniz. Təşəkkür edirəm mənə dəvət. Evlənək yoxsa evlənməyək? Evlənək. Nə vaxt evlənək? Nə vaxt evlənək? Ekonomik olaraq özünü tutmaq vacibdir evlənmək üçün. Çünki evlilikdən sonra bizim məsuliyyətlər gözləyir. Amma evlilikdən əvvəllə evlilikdən sonra bir-birindən fərqlidir. Yəni ki, insanlar evlənməzdən əvvəl çox xəyallarla, ümidlərlə, hər şey çox gözəl olacaq ümidləri ilə evlənirlər. Amma evlilikdən sonra müəyyən məsuliyyətlər başlayır. Bu məsuliyyətlər artıq cütlüklərdə problemlər yaratmağa başlayır. Ümumiyyətlə evliliyin kişi-qadın münasibətləri, evlilik, bunlar bizdə indi populyar mövzulardır. Amma bunlar Amerikada 70-ci illərdə bir hype olmuşdu. O vaxta qədər evlilik qurumu qapalı bir cəmiyyət idi. Yəni heç kim öz evliliyini başqası ilə, başqa birindən müzakirə eləməyə çox da istəkli olmurdu. Bu da yəni ki, dindarlıqla bağlı olan məsələdir. Yəni daha konservativ idilər. Daha konservativ idilər. Əslində mən sizə deyim ki, müsəlmanlıqdan daha çox katoliklik daha konservativdir. Yəni onlarda bir evləndinsə də boşanma yoxdur. Yəni bir dəfəlikdir. Yəni evlənir daha şey yoxdur. Hətta məsəl üçün evlilikləri belə bir şey. Bu katolikdir. Gizli katolik. Onlar evliliyi belə bir şeyə bənzədirlər ki, elə bil ki, bir samolyotla Amerikaya gedirsən, 16 saatlıq yoldur. Sən orada yolda mən sıxıldım, daha istəmirəm düşəcəm deyə bilməzsən də. Yəni ki, axıra qədər getməlisən. Evliliyə də belə baxmağı tövsiyə edirlər ki, yəni evləndinsə əgər, ortada yolda problemlər çıxanda, yox mən daha istəmirəm deyib boşanma icazə vermirlər. Evlənmək psixoloji bir şeydir, yoxsa kültürdür, mədəniyyətdir? Evlənmək əslində insanların könüllü bir şəkildə girdiyi bir orqanizasiyadır. Yəni ki, dünya əhalisinin 90%-i evlənir, statistik olaraq evlənir. Yəni ki, əslində ikinci ən böyük orqanizasiyadır. Birinci ən böyük orqanizasiya dindir. İnsanlar könüllü olaraq dini qəbul edirlər, nəyəsə inanmağa edirlər. Bu psixoloji bir tərəfi var, insanların belə bir istəyi var. Evlilik nədir? Evlilik insanların, iki insanın birlikdəliyinin həm qanuni olaraq, həm də ictimai olaraq təsdiqləndiyi, qəbul gördüyü ən sıx görülən formadır. Evlilik əslində birlikdəliyin təklik üzərindəki zəfəridir. Yəni insanlar evləndiklərində tək həyatlarından daha xoşbəxt olacaqlarına ümid edirlər. Və səhv eləyirlər. Öz adına danış. Azərbaycanı təsdiqləyə bilir. İzləyənlər var. Evlilik monotonluq içərisində xoşbəxt olma sənətidir bir tərəfdən də. Yəni evliliyin gedişatı bir monoton bir gedişatdır. Orada xoşbəxt olmağı öyrənmək sənətidir bir tərəfdən də. Evlilikdə belə bir şey də var ki, mənləri qoruyaraq biz olmaq. Yəni çərçivələri yaxşı çizilmiş bir evlilikdə həm mənləri qorumaq, həm də biz olmaq mümkündür. Yəni qoruyaraq biz olmaq. Bəs bunlar evliliyin müsbət tərəfləridir. İndi müsbət tərəflərindən danışdım ki, biraz ümidimizi itirməyək. Bir də evliliyin digər tərəfi var. Ayın qaranlıq üzü. Bilirsinizmi ki, evlənən insanların hardasa 50%-i boşanır. Yəni hər hansı bir insana desək ki, bir iş var, yaxşı bir biznes var, gəl girək. Amma 50% ehtimalla bu biznes bankrot olacaq. O zaman heç kim girməyəcək. Amma insanlar yenə də könüllü bir şəkildə bu evliliyə girirlər. Bu insanlar axmaqdırmı? Xeyr, axmaq deyirlər. Boşanmış adam yox. Yəni onlar inanırlar ki, onlar boşanmayan 50%-in içində olacaqlar və bu ümidlə də girirlər. Yəni bu ikinci dəfə də ümid eləyib ki, mən ikinci dəfə o 50%-ə düşməyəcəm. Heç kim boşanmaq üçün təbii ki, evlənmir. Amma evliliyin əvvəlində
daha belə gözəl bir şey var, ab-hava var, ambiyans var. Çünki sevgililər bir-birlərini, birbirini sevən, flört var, bir-birini sevən iki insan var, xoş sözlər, hədiyyələr. Amma evliliyin başlanmasından bir yerdə maddi problemlər, məişət problemləri, uşaqların baxımı, bunun kimi problemlər başlayır. Ona görə biraz xəyal qırıqlığı olur evliliklə bir yerdə başlayan. Hətta bizim bir hocamız var, deyir ki, İndi günümüzdə evliliklər aşiq olmayla başlayır. Yəni birinə soruşsan ki, niyə evlənmirsən? Deyir ki, sevdiyin birisi yoxdur. Yəni sanki birini sevməlisən və elə evlənməlisən. Amma məsəl üçün dindar insanlar belə evlənmirlər. Onlar görücü usuluna daha çox evlənirlər və yaxud da ki, bildirirlər ki, mən evlənmək istəyirəm, ailə birilərini tapır. Bu şəkildə də evlənənlər var. Niyə insan evlənmək istəyir? Məsələn, şey ondan ibarətdir ki, sevmədiyin biri ilə niyə evlənmək istəyəsən ki? Sən evdə kimsə olsun, əşya olaraq, aksesuar olaraq orada olsun. Evdəkilər deyirdi ona görə. Evdəkilər mebel, divan. Yəni nə istəsən? Bir də uşaqlarla Azərbaycan, bir də uşaqlar. Turanın sualını biraz Azərbaycanlaşdırsam. Bir var sevgi məsələsi, bir də var ki, qız istəmə. Bəli. Yəni həm də onun o tərəfi var da. Sən bir var sevib evlənirsən, bir də var sənin üçün istəyirlər onu. Bu məsələn mənim bir qohumum var. O həyat yoldaşını istəmədən bir müddət sonra görür. Evlidirlər, 3 uşaqları var, çox xoşbəxtdirlər. Bəli. Yəni doğrudan çox huzurlu bir evlilikləri var. Deyir, 3 oğlu var, deyir, oğullarımı da görücü usul evləndirəcəm. Mən evlənmişəm, xoşbəxt olmuşam. Siz sevib evlənmisiniz, nə olmusunuz? Hansı bizim mədəniyyətə uyğun gəlir? Yəni görücü usulu səhvdir deyə bilmərik. Çünki belə bir şey var ki, sevən O qarpızdır da, başqa cür də çıxa bilər axı. Sevəndə də belədir. Okey, o mənim qərarımdır da. Yəni hisslərimin verdiyi qərar. Bir də var ki, orada hissləriniz Bükə xala gəlib mənim üçün adam seçib. Bükə xala elə özünə adam seçsin. nə bilirsən, nə düz. Yox, ailələrin seçimində belə bir müsbət tərəf var ki, ailələr biraz valideyn olaraq, məsəl üçün sizin valideyniniz sizi tanıyır, xüsusiyyətlərinizi bilir, siz kimlə yola gedərsiniz, bunları da başa düşür. Digər tərəfdən də özünün də evlilik təcrübəsi var, evlilikdəki süreçləri də bilir. Ona görə də bir insan seçərkən də o xüsusiyyətləri beynində analiz edir və deyir ki, bu yaxşı yoldaş ola bilər. Axı yekunda mən yaşayıram axı, o yaşamır. Mənim anam mənim həyat yoldaşımla yaşamır. Siz fiziki olaraq onu bəyənirsiniz, ona qarşı bir hisslər yaranırsa, ondan sonra bir nişanlıq dönəmi olur zaten. Bir-birləri ilə görüşürlər, bir-birlərini tanırlar. Amma bir də var ki, bir də var ki, təsadüfən aşiq oldun. Yəni ki, durduğun yerdə birinə aşiq oldun. Heç gözləmədin halda. Birinə aşiq olmuşsa, bu aşiq olma aşiq olma belə bir şeydir ki, zaten evləndə durduğun yerdə işə düşürsən. İnsanın maraq dairəsi kəskin bir şəkildə daralır. Yəni ki, o insandan başqa heç kimi görə bilmirsən. Yəni aşiq olmanın belə bir tərəfi var. Hətta yenə də bir hocamız vardı. Aşiq olmağa bir göz qusuru kimi baxırdı. Deyir ki, aşiq olduğumuzda biz həmin insana bütün müsbət xüsusiyyətləri yükləyirik. O insanı gözümüzdə ideallaşdırırıq. Mükəmməl bir insandır. Deyir ki, bu göz qusurunun müalicəsi də evlilikdir. Çünki evlənəndən sonra artıq onun digər tərəfini görürük və o ideallaşdırdığımız tərəflər birdən-birə yox olur. Məsəl üçün, deyək ki, sevdiyimiz bir insanda alma yeyir. Deyir, nə gözəl alma yeyir. O dişləmə, o gözəl, necə gözəldir. Cənnətdən qovulursan. Sonra evlənirik. Birdən oturanda otaqda kuxnadan bir səs gəlir. Xarç. Deyir, bu nədir? Bu nə səsdir? Belə geri görürük ki, yoldaşımız alma yeyir. Deyir ki, biraz yavaş yedə, biraz səs aşağı zal. Yəni ki, aşiq olduğumuzda bizə xoş gələn hisslər sonrasında bizi qıcıqlandıra bilər. Ona görə də belə bir şey var ki, aşiq olan insanlar evləndikdən sonra o duyğu yavaş-yavaş azalmağa doğru gedir. Görücü usulunda evlənən insanlar isə başlanğıcda sıfır duyğu yavaş-yavaş yuxarıya doğru gedir. Bu aşağıya, bu yuxarıya, ortada bir yerdə kəsişirlər zaten. Yox, bir də siz necədir? Yəni bu məsələni öz arqumentlərimlə şey eləcəm də. Okey, biz görüşəndə ətirli şeylər, ətir vururuq, qəşəng geyinirik. Məişət şeyində bizim geyimimiz dəyişir. Maraqsızlaşa bilərik. Artıq bir yerdə həyat yaşayırıq. Amma bəzi şeylər var ki, orada səni sevirəm deməyə ehtiyacı yoxdur. Amma sən onun almanı xartıldatmağına səbr edib gözləyirsən. Görücü üsulunda isə sadəcə xalamdan ayıbdır deyə dözürsən. Yəni bu iki dözməyin arasında birində hisslər var.
O birisində isə sadəcə dözmək var. Axı sizin yanınıza gələn pasiyentlər danışanda deyəndə ki, bəs mən sevmədiyim adamla evləndim, indi xoşbəxt deyiləm və s. Yəqin ki, siz də sual verirsiniz ki, niyə evləndim? Atam evləndirdi və ya anam evləndirdi. Bir var öz səhvimi eləyirəm, bir də var anamın səhvini eləyirəm. Heç bir halda, bu mənim fikrimdir, heç bir halda məndən qabaqki nəslin təcrübəsi, həyat təcrübəsi indiki dönəmin şeyində uyuşmur da. Çünki dövr başqadır, insanlar başqadır. Mən millenium nəslindənəm. O deməli müharibədən sonrakı olan nəsildir. O nəslin yaşadığı dönəm siyasi, iqtisadi dönəm fərqlidir. Mənim yaşadığım siyasi, iqtisadi dönəm fərqlidir. Mənim qəbul etdiyim informasiya fərqlidir. O fərqli. Yəni o mənim üçün, tutaq ki, mən öz valideynindən götürürəm. Əgər mənim valideynim bir qız seçsəydi mənim üçün, onu seçəcəyi qız çox güman ki, çox sakit, üzü yola, hamını yola verə bilən, bütün qohumların qabağında işləyən bir adam olacaqdı. Çünki o öz böyük ehtimalla özünün ailə gəlin gələndə özünü sübut etmək üçün bunu edib. Ailə gələnliyi olaraq. Yəni mənim seçimim mənim valideynlərimin heç də xoşuna gəlməz. İzah edə bilirəm fikrimi? Yəni amma o özü seçsəydi, çox sakit bir seçəcəkdi. Amma o sakit adam mənim üçün ən maraqsız adam olacaqdı. Çünki mənim onunla danışmağa mövzum olmayacaqdı. Axı biz evə gələndə evdəki şəxslə, yəni partnyorumuzla bir danışacaq mövzumuz yoxdursa, çox doğru. Çünki Bikə xala maraq dairəsi. Bikə xala seçib də bunu da. Yəni okey, nişanlıqda elədi. Nişanlı elədi, deyirlər ki, tez bazar evlən, qızın nişanını çox saxlama. Yəni sən heç tanıya da bilmirsən də. Hə, evləndi. Nişan bahalı şeydir. Bu bayramlara zada sən bilərsən. Yox, mən yəni məsələnin kökü ondandır ki, indi deyir, Əli deyir ki, hə, onların 3 uşağı var, xoşbəxtdirlər və s. İndi onlar deyirlər də. Elə misallar çoxdur. Hə. Ola bilər, amma mən onların ailələrin içini, dərinliklərini də, yəni terapiyalarda görürəm. Amma mənə görə münasibət söhbətdir də. Məncə onun da ehtimalı var. Yəni statistik olaraq ikisi də eynidir. Bilirsiniz, belə bir şey də var da, siz məsəl üçün sevdiyiniz insanla aşiq oldunuz və başlayırsınız tanış olmağa. Onunla ortaq maraq dairələri axtarırsınız, tapırsınız, birlikdə əylənirsiniz, keyifli olur belə bir şeylər. Bunu görücü üsulunla da eləmək mümkündür. Yəni sizə birisi göstərildi və siz onu bəyəndiniz. Ondan sonrasında birlikdə vaxt keçirməyə başlayırsınız. O sırada duyğularınız başlayır. Bəyənməyirəm, axı onun seçimidir. Yəni bəyənməsən evlənmirsən. Bəyənmirsən evlənmirsən. Yox, bilmirsən necədir? Mənim deyil axı bu. Bir vaxt ki, mən gedirəm, öz seçimim olmalı. Oturmuşam kafedə, bir xanımla xoşum gəldi. Mən gəldim, salam, sizinlə tanışmağa, oturdum, onunla getdim kinoya, danışdım, söhbət elədim və bizim bir flertimiz başladı. Bu mənim seçimim. Bir də var ki, Bikə görüb mənə göstərdi ki, mən bilirsən, flörtün, müəllim, İndiki gənclərdə indiki flörtlər elə deyil. İndiki Mamutovun yanında flörtləşir. Sən nə bilirsən indi eləmirəm. İndiki flörtlərin çoxu heç evlilik məqsədi ilə deyil. Yəni flörtləşmə, qısa bir müddət sonra tanışma, birlikdəlik, cinsəllik çox sürətdə hər şey yaşanır və evlilik məqsədi heç qoyulmur. Yəni İndi birinci dəfədən oğlan öpüşməyəndə qeyzat deyirlər oğlana. Vay elədir də, deyirlər ki, bu şey. İndiki gənclərin çox üzr istəyirəm. Yoldaşlar, siz indi baxın, mənim şeyim ondan ibarətdir ki, özün seçirsən, səhv olsa da sənin səhvindir. Bikənin səhvi deyil. Əli deyir ki, qoy Bikə səhv eləsin də. Bikə də səhv edə bilər, sən də edə bilərsən. Amma sən yekunda sən onun üzərinə, Bikənin üzərinə yükləyirsən. O Bikə seçmişdi. O doğrudur. Yəni ki, o seçən insan öz üzərinə çox böyük məsuliyyət götürür. Çünki xoşbəxt olanda deyirlər ki, Allah bizi xoşbəxt elədi, amma bədbəxt olanda Bikə xala seçdi. Sağ ol. Yəni məsələ odur da. O məsələdə indiki gənclərin düşüncəsi odur ki, bu Amerikalı bir yazıçı var, Mark Twain, heç vaxt ömür boyu evlənməyibdi. Ona soruşublar ki, niyə evlənmirsən? O da deyib ki, bir stəkan süd üçün bir inək saxlamağa dəyməz. Yəni demək istəyir ki, əgər mən seks üçün evlənirəmsə, cinsəllik üçün evlənirəmsə, mən bunun üçün evlilik yükünün altına girməyimə ehtiyac yoxdur. Bu baxış indiki gənclərdə çoxdur və ona görə bu təhlükəlidir. Yəni ki, subaylıq halını daha komfortlu bir hal olaraq görürlər. Yəni məsəl üçün o subaylıq sultanlıqdır deyilir ha.
Bir tərəfdən də deyirlər Sultanlıqdır, subaylıq. bir tərəfdən də deyən var ki, hansı sultan öz paltarlarını özü yuyur da, yəni belə bir şey də var ki, yəni amma indi paltar yuyan maşın var, yəni insanların işi komfortu artıbdı. Ona görə də məsələn bir kişinin qadına ehtiyacı azalıbdı, qadınların da ekonomik azadlığı yaranıbdı. Ona görə kişiyə maddi ehtiyacı yaranıbdı. Ona görə niyə evlənək ki sualı daha belə qabarıq ortaya çıxıbdı. Bir şey var ki, birlikdə uşaq sahibi olmaq. Bu çox vacib bir şeydir. Çünki uşağı bir ailə mühitində böyütmək ancaq onun psixoloji sağlam böyüməsinə, yəni isti bir ailə mühitində böyütmək, tək valideynin böyütdüyü uşaq psixoloji sağlıqlı uşaq olmama ehtimalı çox yüksəkdir. Və yaxud da ki, evli olmayan, evlilikdə münaqişələrin olduğu ailələrdə uşağın böyümə psixologiyası mənfi təsirlənir. Bu səbəbdən, yəni evlənərkən sadəcə bir tərəfi düşünmək, yəni deyək ki, evlənəcəm, evdə komfort olacaq, yemək olacaq, cinsəllik olacaq. Bunlar deyil məsələ. Evlilikdə bir ortaq bir həyat yaradırıq. Yəni məsəl üçün belə deyirlər də, su bir həyatdır da, düzdür, hər şeyin başlanğıcıdır. Suyu yaradan hidrogen və oksigen normalda havada azad bir şəkildə dolaşırlar. Onların azadlığı əlindən alınır, birləşirlər, su yaranır. Yəni azadlıq məhdudlaşır, amma yeni ortaya çıxan şeyin özü də bir çox şeyə həyat verən bir şeydir. Ona görə insanlar hələ də evliliyə bu məfhum tərəfindən, yəni ki, bu daha böyük, daha ülvi duyğularla baxırlar ki, birlikdə yaşlanmaq, bir-birimizə aid olmaq, bir insanın yanında olmaq və ona güvən duymaq, bir insan tərəfindən sevilmək, bəyənilmək, təsdiqlənmək, bunun kimi duyğular evlilik üçün vacibdir. Amma təbii ki, evliliyin bir müddətdən sonraki dönəmi, əslində biz evliliyi 3 dövrə bölürük. Evliliyin birinci 6 aydan 2 il, 1 il, 2 illik dönəmi bal ayı dövrüdür. Bu dövrdə cütlüklər bir-birlərinə aşiqdirlər. Hər şey gözəldir, hər şey yolunda gedir. Ondan sonrasında ikinci etapda, hardasa 3-cü, 5-ci illərdə xarakterlərin toqquşması baş verir. Bəli. Yəni ən çox boşanma da həmin dövrdə olur. Ən çox boşanma da həmin dövrdə olur. Hər bir cütlüyün fərqli xarakteri olduğu üçün artıq bir güc mübarizəsi başlayır. Öz doğrularını ortaya qoymağa çalışırlar. Ümumiyyətlə evliliyə başlayan insanlar hər birisi öz çamadanı ilə gəlir də. Orada da onların beynində xoşbəxt evliliklə əlaqəli qaydalar var, yəni ki, o çamadanın içində. O qaydalar əgər üst-üstə düşmürsə, mənim xoşbəxt evlilik anlayışımla yoldaşımın xoşbəxt evlilik anlayışı üst-üstə düşmürsə, bizdə mübahisə yaranacaq. Münaqişələr yaranacaq. Sonra mən öz doğrularımı ona yeritməyə çalışacağam. O öz doğrularını mənə yeritməyə çalışacaq. John Gottman deyə bir araşdırmacı var. Əslində özü həkim deyil, yəni ki, neuroscience-la məşğul olan birisidir. O evliləri uzun müddət, 6-20 il kimi bir müddət müşahidə eləyibdi. Bir laboratoriya qurubdu. Ona Love Lab deyibdi, yəni sevgi laboratoriyası. Elə bilin ki, belə bir otel otağı kimi düzəldibdi. Orada kameralar falan quraşdırılıbdı. İnsanlar həftə sonunda, yəni könüllü olanlar bir ödəmə qarşılığında həftə sonu 2 günü orada keçirirlər. Orada normal ünsiyyətlərini eləyirlər, bir-birlərinə danışırlar, məişət mövzularını müzakirə eləyirlər, münaqişə eləyirlər. O da sadəcə müşahidə eləyir. Müşahidə eləyərkən nə danışdıqlarına baxmır. Hansı tərzdə mübahisə elədiklərinə, münaqişələrə necə yanaşdıqlarına, bunlara baxır. Və orada belə bir iddia ortaya atır ki, mən 15 dəqiqə cütlüyün münaqişəsini izləsəm, 90% ehtimalla onların önümüzdəki 3-6 il ərzində boşanıb-boşanmayacağını təxmin edə bilərəm. Yəni bu araşdırmanın nəticəsi mənə bu prediction'ı, yəni bu təxmini mənə verir. Bu da çox böyük bir şeydir. Yəni ki, belə bir yüksək nisbətdə təxmin böyük bir şeydir. Orada da bir neçə faktor müəyyən eləyib ki, bunlar ona təsir eləyir. Yəni evlilikdəki ünsiyyətin vacibliyi əslində vacibdir. Bəli. Buradakı faktorlardan birisi tənqidin nə qədər çox istifadə edilməsidir. Yəni ki, cütlüklər bir-birlərinlə mübahisə edərkən problemi yox, qarşı tərəfə hədəf alırlar. Sən belə elədin, sən günahkarsan, sənə görə belə oldu kimisindən tənqidi yanaşmalar. Bir digər şey müdafiə. Yəni ki, bir problem var, özünü müdafiəyə keçirsən. Bu da çox problemli bir yanaşma olur. Digər bir şey, susmaqla cəzalandırmaq kimi bir şey var. O da problemlidir.
Ən pis olan isə qarşı tərəfə ikrah, nifrət hissləri, duyğuları bəsləməkdir, aşağılamaqdır, lağlağa adlar taxmaqdır. Məsəl üçün deyək ki, evlənmisiniz, yoldaşınız biraz kilo alıbdır, artıq onun o kilosunu çox iynələyici şəkildə ona şey eləyirsiniz və yaxud da ki, başqa mövzularda xoşunuza gəlməyən xüsusiyyətləri var. Bunu incidici bir şəkildə, çünki artıq içinizdə bir nifrət duyğusu yaranıbdır, incidici bir şəkildə ona ifadə edirsiniz. Bunlar boşanmanın ən böyük kriteriyaları olaraq o John Gottman, biz də onun metodologiyasını istifadə edirik cütlük terapiyasında, onları müəyyən eləyibdir və bu ünsiyyət tərzlərinin dəyişdirilməsi bir şeyləri dəyişdirə bilər. İndi o etaplar ki deyirdiniz ha. Bu barədə mən oxumuşdum ki 3-cü ilində artıq növbəti etapa keçirlər, ikinci mərhələyə keçirlər. Həmin 3-cü mərhələdə, 3-cü ilində kişi başqasını görəndə və ya qadın başqasını görəndə onunla ilk flirt ayı başlayır. Bundan 3-cü il. Yəni bunun münaqişəsi onun təzə başqalarına yönəlməsi ilə başlayır və daha sonra xoşbəxtliyi burada görür və deyir ki, okey, mən gedirəm ora. Gedir ora, onun da 3-cü ilində eyni problemi yaşamağa başlayır və deyir ki, mən problemliyəm ya da ki, mənim qabağıma yaxşı adam çıxmayıb. Amma o kitab müəllifini adını unutmuşam. Deyir ki, əgər o növbəti 3-6 ilin ərzində, 7 ilin ərzində insanlar evlənməmişdən öncə bu periodların olduğunu bilsəydilər, o 3-cü və 6-cı ilində biləcək ki, mən bu perioddayım. Təbii ki, hər bir şeyə, кейslərə aid deyil. Кейsdən кейslərə gedir. Yəni, bir çox, çünki ailə daxili şiddət ola bilər. Dediyiniz kimi ələ salmalar ola bilər və s. O buna aid deyil. Ümumi götürsək, statistik olaraq götürsək. Əgər bilsələr, onlar bilsələr ki, 7-ci ilindən sonra onlarda stabil münasibət gedir və statistik bu bir etapdır. Bu etapdır və bunu keçməliyik və cütlük terapiyası tutaq ki, sizin yanınıza gəlirlər, terapiyaya gedirlər, fərqindəliyi yaşayırlar. Mən bu problemi yaşamalıyammış. Biz buna görə münaqişə etmirik ki, bu stəkan doludur ya boşdur. Biz sadəcə indi bizim baş-başa gəldiyimiz və ya mübarizə apardığımız və ya öz sərhədlərimizi müəyyən etdiyimiz bir dövrdür. Yəni bunu cütlük terapiyasına zaten həll eləmək çox asan bir formada, yəqin ki, təcrübənizdə daha çoxdur da, həll etmək mümkündür. Və orada maraqlı bir şey var. Deyir ki, insanlar daha çox nə vaxt boşanırlar? Bir, evlilikdən bu 3 ilin müddətində tez boşanırlar. Bir də çox uzun müddət ki, 50-60 il evli olurlar. Bir də yadına düşür 85 yaşında deyir ki, boşanıram. Yəni bir də həmin vaxtı boşanırlar. O 85 yaşında, nə bilim 70 yaşında insan niyə boşanır? Bezir. Yəni xəbər çox gec çatmayıb ona. O qədər irəli yaşda bilmirəm, amma 40 yaşdan 50 yaşdan sonra kişilərdə bir qocalığın gətirdiyi qoca deyir axı. İdmana ged, mən deyim də. İdmana gedirlər. Podkasta başlayırlar. Motosiklet sürürlər. Korja giyinirlər. Yəni yaşın irəliləməsinin və yaxud da ki, mən artıq cazibədarlığımı itirirəm, yəni insanlar tərəfindən bəyənilirəmmini bir də test eləmək istəyirlər. Bu səbəbdən daha gənc qızlara meyilli olurlar. Daha gənc qızlar olsun və yaxud da ki, bəyənildiyindən əmin olmaq. Deyəndə ki, sən hazırlaşırsan. Bəyənildiyindən əmin olma cəhdləri, yəni bunlar şüuraltı baş verir, amma bəyənildiyini hiss eləmə cəhdləri onları yönləndirə bilər ki, evlilik xarici bir münasibətlərə girməyə daha çox meyilli ola bilirlər. Burada da yeni bir münaqişələr başlaya bilər, yeni aldatmalar başlaya bilər. Sənin bu yaşındır. Təbii olaraq belə olmalıdır. Yoxsa məsəl üçün elə bir adam terapiyaya gəldi. Siz görürsüz ki, bu orta yaş krizisi, nə bilim, nəsə krizis yaşayır orta yaş krizidir. Və həyatını dəyişmək istəyir, boşanmaq istəyir, gözü var. Siz və amma gözü açılıb. Cadu işləmir artıq. Siz ona ailədə qalmasını tövsiyə edirsiniz, yoxsa həyatını yaşamağı? Biz xoşbəxtdir. Tövsiyə ümumiyyətlə kəskin tövsiyələr etmirik qətiyyən. Yəni məsəl üçün boşanmaq istəyi olan bir cütlük başa düşmək olur o boşanacaq yoxsa yox. Gəldi, yanınızda oturdu. Onu elə biraz öncə dediyimiz metodla, o Gottman metodu ilə onların ünsiyyət tərzlərinə baxdığımızda biz anlaya bilirik ki, bu cütlük
irəliyə gedəcək yoxsa geriyə gedəcək. Onu anlaya bilirik. Amma boşanma və yaxud da boşanmama kimi kəskin bir məsləhət, yönləndirmə etmərik. Çünki əgər iki cütlük əgər terapiyaya gəlibsə, onlar zaten bir çarə axtarışındadılar. Yəni boşanma beyinlərində var, amma yenə də hələ də bir həll yolu, bir çarə axtarışları var. Biz bundan yapışırıq. Bu çarə axtarışları var. Anlamağa çalışırıq ki, onları bu evlilikdə tutmaq istəyən şeylər nələrdir və ünsiyyət tərzlərindəki problemlər nələrdir? Aralarında bitən şey nədir? Sevgi, şəfqətdirmi? Cinsəllik mi bitib? Artıq yəni iki evdə bir şey kimi yaşayırlar, oteldə kimi yaşayırlar? Yəni bunların hamısı fərq yaradır və bir çox şeyi də düzəldə bilirik. Yəni lap belə bir cütlükdə gəlsə, başqa biri ilə xəyanət olubdu, bir kriz yaşanıbdı, xəyanətdən sonra yenə də evliliyə davam eləməyə qərar veriblər. Bunlar belə gəldiyində cütlük terapiyasında onlar bir müddətdən sonra evliliklərinə daha möhkəm sarıla bilirlər. Yəni evlilik monotonlaşdıqdan sonra rəngliləşə bilir. Çünki sizin dediyiniz kimi o maraq dairələri ki var, yəni qəribə bir şəkildə evlilikdən əvvəl cütlüklər bir-birlərindən bir çox şeyi müzakirə eləyirlər. Məsələn, onun dünya görüşünü öyrənmək istəyirlər, fəlsəfi baxışını öyrənmək istəyirlər. Bir sürü şeyi onun haqqında maraqlıdır. Amma evləndikdən sonra sanki məişət mövzuları xaricində nadirən ünsiyyət qurmağa başlayırlar. Bu elə problemin köküdür. Problemi yaradan şey budur. Yəni ünsiyyət o qədər azalır ki, bir-birinə olan psixolojik yatırımları azalır. Yəni kişiyə bir üzr istəyirəm bir şey tamamlamaq məqsədi ilə kişiyə siz hər gün deyəndə ki, məsələn, gələndə filan şey al, filan şey al, bir müddət sonra deyir ki, mən bir ki evim köləsiyəm də. Yəni bu qula və köləyə deyiləcək və ya işçiyə deyiləcək tapşırıqlardır. Yəni sənə yalnız texniki tapşırıqlar verilir ki, sən bu texniki tapşırığı elə. Məsələn, yemək al, uşağın bezi var, filan var və sən bir gün əlində belə telefon qoyursan, radiosun ki, məndən başqa şey soruşmaqlar. Yəni ki, mən biraz da o yalan məsələsinə yozuram. Bir yerdə yaşamayanda çox rahat bir-birinə yalan danışırsan. Ya da onun danışdığı şeyi mən bu bir uzun müddət düşünmüşəm də bu məsələni ki, sehir niyə etmə. Məsələn, sən evlilikdən əvvəl deyirsən neynədin? Deyir səhər yeməyi hazırladım, yedim. Nə yedin səhər yeməyinə? Nə bir pendir, yağ pendir, çiyəli. Sən gözündə o ağ don geyinmiş, getdi, çiyələyi çıxartdı, yudu, pendiri qoydu. Evlənəndə görsən ki, bıçaqla pendiri belə doğrayır. Ya da sən ona söyüş. Bu nə çiyələk almısan? Neynədin? Axşam məsələn tutaq ki də işləyirdim, filan şeiri yazırdım. Onun gözündə sən uçursan belə şey. Amma evdə bir yazı yazma prosesini görür ki, yazı yazma prosesi necə çətin prosesdir. Çıxırsan, siqaret çəkirsən, içki içirsən, beynini tutursan, səsə qulaq asırsan. Onun ağrılı tərəfləri sanki evlilikdən sonra çox belə üzə çıxır da, yalan danışa bilmirsən. Bayaq xəyanət dediniz. Xəyanət evliliyi bitirməlidir, yoxsa xilas da edə bilər? Bəzən xilas edə bilər. Çox gözəl qeyd elədiniz. Mən onun kitabımda da qeyd eləmişdim. Xəyanət evliliyi bitirməlidirmi? Yəni məsəl üçün evlənməmiş insanlara bu sualı verirlər ki, əgər evlənəndə xəyanətə məruz qaldığınızı öyrənsəniz nə edərsiniz? Demək olar ki, hamısı deyir ki, mən evliliyimi bitirərəm. Evlənirlər. Evlənən insanların 60-70% xəyanətdən sonra evliliyə davam eləməyə qərar verirlər. Yəni çətin olsa da evlilikdən imtina etmirlər. Yəni bir şəkildə bu qadın xəyanəti... kişi üçün eynidir. Bəli. Yəni qadın xəyanətini mən az görmürəm. Yəni bizim cəmiyyətdə belə bir inanış var ki, sanki qadınlar xəyanət eləmir. Amma mən sizə deyim ki, qadın xəyanətlərindən mən qarşılaşdığımda kişilər bu xəyanəti sanki gizlədə bilmirlər. Qadının başı xarab olub kimi. Kişilər gizlədə bilmirlər. Yox, yəni niyə xəyanət elədiyini anlaya bilmirlər və sanki bunun bir xəstəlik
Bunun bir xəstəliyi var, bu bir təsirə düşübdür, burada bir problem yaşayıbdır. Bu özündə deyil. Yəni ki, bunu müalicə eləmək lazımdır kimi baxırlar, amma kişi xəyanətində qadın tez özünə fikirləşir ki, məndə bir şeylər əksikdir, məni bəyənməməyə başlayır. Görürsən onunla qarşı duyğuları var, amma bizim xəyanətlərdə, Azərbaycan xəyanətlərində elə bir şey də var ki, xəyanət elədiyin insana qarşı duyğun var yoxsa yoxdur. Yəni bu çox ayırd edici. Amma orada əsas məsələ o qadına qarşı hissləri var yoxsa yoxdur. Kişi amma xəyanət eləyəndə hissiz də eləyə bilər, amma qadının xəyanət eləməsi üçün qadın qarşı tərəfə bir duyğu duyması lazımdır. Doğrudur. Yəni, qadınlar bəli. Fundamental fərq bəlkə də onda ibarətdir. Qadınlar kişi gördükləri, yəni bəyəndikləri bir şeyə həmən cinsəlliyə getmirlər, amma kişi üçün görüntüylə bu bəlkə bizim belə deyək, təkamülümüzün nəticəsidir. Misal üçün deyək də, oxuduğum bir kitabın yenə şeyinə gedəcəm. Bunu təkamüllə əlaqələndirin. Deyir ki, insan gəlir, əvvəllər necə idi? Ailə institutu olmamışdan qabaq. O uşağın atası yox idi. Uşağın atası qəbilə idi. Qəbilə baxırdılar da. Yəni gəldi, görüşdü, hamilə qoydu. Missiyası bu artıq bu qadınla bitir. O gedir başqa bir yerə. Bu təbii artımdır. Heyvanlar aləmi necədirsə, biz primatıq da. Yəni kim nə qədər desələr də biz bu təkamülü keçmiş primatıq. Ən yaxın əcdadlarımız Bonoboda bunu şey ediblər, müşahidə ediblər, şimpanzedə bunu müşahidə ediblər. Bonobo bizə ən yaxın idi. Onların seks rituallarının olması və s. Quyruqlu və quyruqsuz hər bir meymunda bu məsələ var. Bu məsələ var. Yəni gəldim, artdım, bundan bitdim, getdim, bundan bitdim, getdim. Daha sonra isə insan ovçuluq və yığıcılıqdan keçir kənd təsərrüfatına. Yəni buğda tapılır, oturaq həyata keçir. Və bu zaman dövlət yarananda hər kəsin uşağı kimindir məsələsi yaranmağa başlayır da. Yəni artıq o olovu qorumağa artıq başlayırlar qadına qəfəs taxmağa, qıfılla ki, başqa bir uşağı olmaz. Bu niyə görə ailə institutu deyəndə məsələ əslində o Karl Marx deyəndə ki, ailə kiçik dövlətdir deyəndə əslində onu nəzərdə tuturdu ki, dövlət yarandığı yəni siyasi institut yaranandan qəbilə artıq idarə olunmaz hala gəlib çıxır. Amma siz onu ayrı cütlüklərə ayırıb bir evin içərisinə salanda siz onu idarə edə bilirsiniz. Çox rahatlıqla idarə edə bilirsiniz. Ona bir vergi qoyursunuz, o taxıl gətirir, onun əvəzinə nə sağlar, barter üsulu yaranır və s. Amma insanın təkamülü unudulmur. Yəni uşaq olduğu andan etibarən kişi oxuduğum kitabda belə deyir. Dəmin bu mənim şəxsi fərziyyəm deyil. Məntiqə yaxındırmı? Məntiqə yaxındır. Tarixçi olaraq deyirəm. Məntiqə yaxındır. Kişinin alt şuurunda belə bir info gəlir. Artdın, sən burada missiyan bitdi. Ona görə ona qarşı marağı itir. Qadın da daha çox kişi ilə ibtidai olaraq görüşdüyünə görə qəbilələrdə. Çünki o uşağın kimdən olduğu bəlli deyildi. Hər kəsin də cinsi gücü də bəlli deyildi deyə. Nəticədə onun da artıq məndə olub vəssalam, mənim belə deyək də o cinsəlliyin sönməsi bəlkə də bununla bağlıdır. Yəni ehtimaldır bu təbii ki şey deyil. Sizin dediyinizə qüvvət elə bir əlavə eləyim. İcma tərzindən biz deyək ki quldarlıq və ya feodallıq tərzinə keçdiyimizdə, yəni bir var dövlət yarandığı üçün mənim deyək ki bir var dövlətim var, mən onu miras qoyacam. Mənə ona görə vacibdir ki, bu uşaq mənimdir yoxsa mənim deyil. Yəni mən başqasının uşağına var dövlətimi qoymaq. Hüquq yaranmağa başladı. İstəmədiyim üçün, hüquq yaranır. İstəmədiyim üçün bununla maraqlanıram. O vaxtda DNA testi yoxdur, DNA testi yoxdur deyənə artıq qadının deyək ki nə deyirlər ona? Namus anlayışı gəlir ki, qadını başqalarından uzaq tutmaq üçün. Yəni kişiyə namus anlayışını qoymurlar, qadına namus anlayışını qoyurlar. Çünki qadının uşağının başqa birindən olduğunu bilə bilməyəcək və buna görə də qadını tamamilə məhdudlaşdırmalıdır. Və yaxud da qadın xəyanət elədiyində onu öldürməlidir. Amma biz indi bunları dəyişə bilmirik də. Məsələn, mən o bəzi bu antropoloji şeylərdə biraz maraqlı bir şey deyim, niyə fikrimi ora əsaslandırım. Ürək infarktı ilə bağlı verilən müdaxilələrdə çox seksist bir yanaşma var. Tip göstəriciləri. Məsələn, D vitamini 50 olmalıdır, bilməm nə olmalıdır. Kişilər üçün qurulub.
İnfarktın bir elmi araşdırması belə yoxdur ki, qadın ürəyi üzərində qurulub. Çox Bir doğru. dənə də yoxdur. Çox doğru. Bizim bu ara məsələn Freydin özü Qadınlar infarkt az olur amma. ümumiyyətlə amma məsələn qaraciğərin göstəricisi triqliserid bu qədər Düzdür, olmalıdır. bəli, doğrudur, Kişinindir. doğrudur. Kişi- Qadın yoxdur. Kadavra madavra da indi biraz cinsi məsələ. Məsələn Freyd də deyəndə ki, kişi anasının südünə əməndə ilk duy həzzini yaşayır, sonra da öz anasına oxşayanı. Mən ona da seksist yanaşdığına baxıram. Bəs qadın da süd əmir axı. Amma atasına oxşayır. Yox, qadın da süd əmir. Yo, onu doğru deyir əslində. Elektra kompleks, Ödipus kompleksini Freyd kəşf eləyir. Yəni ki, bunu da ancaq oğlan uşağı üzərindən qurur. Ha, bəs Yəni qızlar- teoriyasını oğlan uşağı üzərindən Nəzəri qurur. oğlan üzərindən. Qızlar da Ha, süd əmir. Qızlar üçün də penisi envy deyir də. Yəni ki, qızların penisi olmadığı üçün oğlanlara həsəd apardığını və içlərində bir qısqanclıq, olma. qibtə elədiyini, yəni bu əksikliyi hiss elədiyini bunun kimi bir teoriya qurur. Amma doğrudur. Yəni qız uşaqlarının psixolojik inkişafı ilə əlaqəli nəzəriyyə çox azdır. Yəni bunu biraz daha Melanie Klein uşaq bağçasında və yaxud da ki uşaq xəstəxanasında uşaqları izləyərək həmin yaş dövrlərində etapları keçərək daha ətraflıca eləyib, amma ilk nəzəriyyəçilər doğrudur, biraz daha seksist. Şəhvətin indi Turalın sözünü belə misalını artırsaq, şəhvətin ömrünü artırmaq olur. Şəhvətin ömrünü artırmaq olur, bəli, təbii ki. Ona görə biz deyirik ki, evlilikdə flörtləşməni kəsməmək lazımdır. Evlilikdə ortaq maraq dairəsi itməməlidir. Yəni bu mənləri qoruyaraq biz olmaq dediyimiz şey o evlilik ərazisində müəyyən qədər azadlıq yaratmaqdır. Məsəl üçün deyək ki, qadın və kişinin özlərinə məxsus dostları var, özlərinə məxsus iş yoldaşları var, özlərinə məxsus maraq dairələri, hobbiləri var və onun dünyasına girmək də mənim üçün maraqlıdır. Məsəl üçün yoldaşımın öz maraq dairəsi var, hobbiləri var. Mən onun maraq dairəsinə, onun dünyasına girəndə də mənə daha da maraqlı gəlir, onu daha da kəşf edirəm. Yəni bir-birini kəşf etmə bitməməlidir. Amma bu da cütlüklərin bir-birinin inkişafı ilə bağlı deyil. İnkişafı ilə birbaşa bağlıdır. Yəni bəzən cütlüklərin biri çox inkişaf eləyir, digəri geridə qalır. Bu əslində böyük problem olur. Yəni ki, müəyyən yaşdan sonra boşanmaların bir səbəbi də odur ki, cütlüklər məsəl üçün həyatlarına nisbətən ekonomik olaraq zəif başlayırlar. Sonrasında bir müddətdə qadın kişini dəstəkləyir, kişi zənginləşir. O zənginləşmədən sonra artıq qadın gücsüz qalır orada. Və biraz daha ekonomik gücünü ona qarşı istifadə eləməyə başlayır və yaxud da ki, bəzi azadlıqlar tələb eləyir ki, hansı ki, evlilik buna icazə vermir. Yəni ki, müəyyən qadınlarla görüşürəm, bunlar qısa müddətli bir şeydir, əhəmiyyətsiz bir şeydir. Bunu normallaşdırmağa çalışır, qadın da bunu qəbul eləyə bilmir. Amma ekonomik olaraq da güc onda olduğu üçün hazırda qadının komfortu üçün deyirlər ki, qərbdə bu deyilir. Qadın evinin xanımı olsun, yəni mətbəxini idarə eləsin. Uşaqlarının anası olsun, amma eyni zamanda bankda da hesabı olsun. Yəni ekonomik azadlığı olsun. Çünki əgər qadının ekonomik azadlığı olmasa, kişi o maddi gücü qadına qarşı istifadə edəcək və bu haqsızlıq duyğusu İkisini yaradacaq. eləyəndə necə bankda hesabı da olacaq? İndiki qadınlar onu eləyə bilirlər. Dəstək də ala bilirlər. Yəni qadın zaten bunu istəyir. Qadın çox funksional deyə biz belə gəlib düz xəttlə gedirik. Onlar multifunksionaldır və o vaxtı bizim babalarımız ocağa qorumağı onlara tapşıranda məhz multifunksionallığa görə saxlamışdı. Qadınlar multitasking mövzusuna bizdən çox. Çünki ocağı qoruyurdu, sonra onu sönməməyə qoymalı idi. Sonra uşağa baxırdı. Xəstə qadın varsa və ya kişi varsa ona baxırdı. Yəni görə taxılı əkirdi. Çünki taxılı böyük ailə yaşayırdı çünki orada. Taxılı qadın tapıb. Yəni biz indi yediyimiz çörəyi qadın tapıb. Çünki oturur orada otlarla falan eləyir, o çərəzləri. O qadın tapıb dedin. Bir də maraqlı şey öyrənmişəm. Göz rəng görmə, biz RGB görürük də. Kişilərin, insan primatlar, Homo sapiensin kişilərinin 5% rəng körüdür. Biz rəngləri görmürük. Digər quyruqsuz primatların, qorillər və sairlərin 90% rəng körüdür. Rəngə ehtiyacı yoxdur. Ova gedir, seçə bilir, ovluyur. Qadınlarsa meyvəzat dərir deyə hər cür rəngi ayırd etməlidir. Təkamül çox möcüzəvi bir şeydir də. Doktor, şeydən danışsaq, seksdən danışsaq,
Turalın sevimli mövzusu. Yaş Tural bəy var orada. Seks bütün kişilər düşünür ki, seksdə onlardan yaxşısı yoxdur. Hamı elə fikirləşirdi. Ən yaxşı öpüşən budur, ən yaxşı, ən çevik budur. Seksdə amma istəksiz dönəmlər də olur. Aha. Bədənin bəlli kimyasalları, ya tənbəllik, Kişilər üçün belə, yəni, kişilər üçün. Bu istəksizlik nə zaman artıq təhlükə deməkdir bir kişi üçün? İstəksizliyi biz əgər aralıqsız bir Sən də şəkildə seksi övüb öz istəksizliyi. kişilər bu mövzunu çox travmatik həqiqətən qəbul edirlər. Yəni ki, cinsəl istəklərində bir balaca azalma olduğunda, məsəl üçün deyək ki, yaşla, irəliləyən yaşla artıq bir gecədə 2 dəfə, 3 dəfə birlikdə olmaq mümkün olmur. Bir dəfəyə düşür, 2 dəfəyə düşür. Bu onları çox travmatik bir şəkildə təsir eləyir və bu şəkildə məndə cinsəl istəksizlik var deyə gəlirlər. Halbuki həftədə 2-3 dəfə cinsəl əlaqədə ola bilirlər. Yəni ki, normal davam eləyir, amma əvvəlki performans 20 yaşındakı performansını 20 yaşındakı performansı axtarır. Amma biz cinsi istəksizliyi o vaxt deyirik ki, 6 ay müddətində tamamən cinsəllik həm istək yoxdur, həm də cinsəl əlaqə cəhdləri yoxdur, cinsəl əlaqənin özü yoxdur. Doktor, istək yoxdur yoxsa axot yoxdur? 6 ayda axotun olsun. Zaten mən sizə belə bir şey deyim, təkamüldən danışdıq. Məsəl üçün deyək ki, heyvanların biz indi işləyirik ki, gələcək üçün bir şeylər yığaq, gələcəkdə ac qalmayaq, amma heyvanlarda elə deyildi. Heyvan yatır, birdən aclıq duyğusu yaranır. Yəni qanındakı şəkərin miqdarı düşür 60-ın altına. Aha, oyanır, bir motivasiya yaranır ki, gedim yemək axtarım. Bu cinsəl istək də belə bir şeydir. Testosteron pozitiv deyirik, yəni belə bol miqdarda ifraz olunur. O anda kişidə bir istək yaranır və partnyor axtarışına keçir. Available varsa əgər. Nəsə bekarsızlıq. Yəni ki, uyğun bir partnyor varmı, yoxmu axtarışda. Amma bizim elə bir insanlar olaraq bizim elə bir qabiliyyətimiz də var ki, biz ertələməyi də öyrənirik. Yəni heyvanlar o sırada cinsəl istək gəldiyi sırada cinsəl əlaqədə olmaq üçün birbaşa hərəkətə keçirlər. Biz isə bilirik ki, müəyyən etaplardan keçməliyik. Öncə bir yanaşmalıyıq, flörtöz davranmalıyıq. Sonrasında bir yerdə oturub bir çay içilməlidir, sonrasında bir axşam yeməyi yeyilməlidir. Yəni bu etaplardan keçməyimiz lazımdır və biz bu sırada cinsi istəyimizi ertələməyi öyrənmiş oluruq. Bu çox vacib bir şeydir. Hətta mən sizə deyim ki, bir çox yəni funksiyalarda bu önəmlidir. Məsəl üçün deyək ki, uşaq sidik kisəsi dolduğunda ona siqnal gəlir, o sırada işəyir. Biz ona görə ona pampers taxırıq. Amma yaşı irəlilədikcə o sidiyi tutmağı öyrənir və müəyyən impuls deyirik. İmpulsu gecikdirməyi öyrənir. Erkən boşalmada da belədir. Yəni orqazma çatmaq məqsəddir və təbiət bizi belə yaradıb ki, bir an öncə orqazma çataq. Amma biz insan olduğumuz üçün biz sadəcə cinsi əlaqədə olmuruq. Biz sevişirik. Yəni bizim sevmək, sevilmək kimi bir duyğularımız var. Müddəti uzatmaq faydalıdır. Müddəti uzatmaq faydalıdır. Yəni tantra düz deyir. Yəni musiqi qoy 3 saat. Nə bilim şam yandı, bədənlər oxu birləşsin. Təbii ki, bunlar yəni əgər belə bir Sparking yazır orada. 3 saat. Belə bir şəraitiniz varsa, şəhər içərisində olanların belə bir şərait varsa, təbii ki, cinsəllikdə o dediyimiz Kama Sutra fəlsəfəsi olsun və yaxud da ki, Tao fəlsəfəsi olsun, bunların dediyi bədənlərin bir olması, gecə boyunca heç boşalmama, sevişmənin bir gecə boyunca davam eləməsi, bunlar təbii ki, bir ayrı bir trans vəziyyətinə keçmə. Burada sevgi dili nə qədər önəmli? Sən deyirsən ki, məsələn, flirt eləməlisiniz, nə bilim, xoş sözlər, əvvəlki şeydir. Tərəflərin özünün bir sevgi dili var da. Tutaq ki, mənim sevgi dilim taktillik və hədiyyədir, onun sevgi dili tamamilə fərqlidir və s. O adamın içərisində fəzail yatıb, sən ona söz deyirsən, amma o sənə fəzail kimi cavab verirsən. Yəni sən necə flirt apara bilərsən? Yəni bayağı sizin sevgi diliniz var. Heç olmasa taktil toxunmalar və hədiyyələr var. Amma bir çox kişinin sevgi dili sadəcə cinsəl yaxınlaşmadır. Yəni ona görə qadınlar ondan şikayət edirlər ki, mənə ancaq cinsəllik yaşamaq istədiyində yaxınlaşır. Çünki kişi uşaqlıqdan sevmə, bəlkə bilmirsə, öz sevgi dilini bilmir. Göstərməyi belə öyrənibdi. Yəni cinsəllik atasından anasına. Biz zaten biz hardan bilək ki, bizim sevgi dilimiz nədir? Çünki cütlüklər arasında belə bir şey var da. Yəni
qarşı tərəfin sevgi dili o sevgini necə izah edir və necə qəbul edir. Bir də mənim sevgi dilim var. Necə izah edirəm və necə qəbul edirəm. O onu harda başa düşməlidir? Onun üçün terapiyadan başqa onun başqa yolu var. Əslində kişilər və qadınlar olaraq ümumi ayırsaq, qadınların ehtiyaclarını bilmək, yəni kişilərin qadınların bəzi ehtiyaclarını qarşılamaqla əlaqəli həvəssizdirlər. Məsəl üçün, qadın sevginin dillə, yəni verbal olaraq göstərilməsini, sözlə göstərilməsini istəyir. Kişi isə buna həvəssizdir. Kişilər məsəl üçün burada belə deyirlər ki, mənim atam da belə idi, mənim babam da belə idi, bizdə belədir, biz sevgini göstərmirik. Amma onun biraz daha dərininə getdiyində, qadının o istəyini bilə-bilə buna aktiv bir şəkildə sabote eləməsi, qarşı qoymasının səbəbi biraz da o ata, ana, yəni aid olduğu nəslin adət-ənənələrini pozmaq qorxusu yatır altında. Yəni ki, mən aid olduğum o qrupdan çıxıb sənin dəyişdirdiyin insana çevrilmək istəmirəm kimi bir qorxu da yatır. Digər bir şey də məsəl üçün bizdən əvvəlki nəsillər ata-analarının yanında uşaqlarını belə öpüb əzizləyə bilmirdilər. Yəni bizdən əvvəlki nəsil onu öyrəndi və normallaşdırdı. Biz də indi terapiyalarda başqalarının yanında öz sevgilisini, öz partnyorunu, öz yoldaşını əzizləmək, ona xoş sözlər demək, ona sevgini sevgi dili ilə göstərməyi öyrətməyə çalışırıq. Çətin bir şeydir, öyrətməyə çalışırıq və bunu normallaşdırmağa çalışırıq. Yenə John Gottman'dan bir misal çəkim. Deyir ki, onun o təcrübə şeyində olan insanlardan birisi deyir ki, mən yoldaşıma ilk rast gəldiyimdə öz-özümə düşünmüşdüm ki, ay Allah, bu mənim indiyə qədər gördüyüm ən belə enerji dolu, ən gözəl, ən ağıllı, ən intelligent qadındır. Yəni bu necə gözəl bir qadındır. Mən necə şanslıyam kimi bir düşüncədəydim. Sonrasında John Gottman deyir ki, mən orada fikirləşdim ki, görəsən onun yoldaşı bunu belə düşündüyünü bilir və yoldaşına soruşubdu ki, siz bilirsiniz ki, sizin yoldaşınız sizin haqqınızda belə düşüncədədir, ilk görüşdə belə düşüncədədir. Deyir, yox, heç xəbərim yoxdur, mənə heç vaxt deməyib. Yəni içimizdə hiss elədiyimiz, o beynimizdə olan düşüncələri dilə gətirmirik, beynimizdə də qalır, bu böyük problemdir. Qadınlar buna ehtiyac hiss edirlər, qadınlar istəyirlər ki, bu dilə gətirilsin. Sadəcə süni bir şəkildə dilə gətirilmək yox, sevgi göstərmək üçün necə ki, sevgililik dönəmində o qadının ürəyini çalmaq üçün elədiyimiz çabalar var, o çabaların davam eləməsini istəyirlər evlilikdə də. Bir dənə sualım yaranacaq. O qadın istəyir deyirsiniz. Qadın ümumiyyətlə nə istədiyini bilirmi? Çünki qadının özünün bir fizioloji halı var. Ovulyasiyada başqa bir şey istəyir. Menstruasiyada tamamilə başqa bir şey istəyir. Onu da hətta fəsillərə bölüblər. İndi qış dövrümü yaşayıram. İndi yazdır məndə. İndi yaydır və payızdır. Kişi bu 4 mövsümün 4-ünü də əzbərə bilməlidir ki, o hər mövsümündə ona uyğun olsun. Qışda olsun Jon Snow, yazda olsun adı nədir, hansısa bir Gabriel, yayda olsun hansısa François, payızda olsun hansısa Gregory. Yəni o da olsun, bu da olsun. Eyni adamda bu qədər. Bu qədər şey ola bilməz axı. Yəni bəli, bu qadında fizioloji olaraq dəyişir. Təbii ki, ovulyasiya dövründə artıq belə deyək də mayalanma dövrüdür və bədən uşağa sahib olmağa hazır olanda onu qadın tutaq ki, qırmızı geyinib, qırmızı dodaq payası çəkir və aktiv olur ki, həm mən istəyirəm də. Çünki bədən onu istəyir. Belə baxanda heç öz də istəmir də, bədən istəyir də. Kişi isə həmin vaxtı şeydir də, Kamaz şoför Əhməddir. Yəni onun üçün xəbərsizdir ki, orada nə baş verir. Ona deyirlər ki, bilirsən, sən məni başa düşmürsən. Yəni terapiyada qadınlar bunu deyirlər də, məni başa düşmür. Səndə 4 dənə fəsil var. Bu yazıqdır. 4 fəsilə necə uyğunlaşsın? Qadın axı özü istədiyini bilmir. Yəni yekunda biz qadınla söhbət eləyəndə qadınlar adətən nə istədiklərini bilmirlər. Dövrü olaraq bilirlər. Qışda nəsə istəyirlər, yayda nəsə istəyirlər, yazda nəsə istəyirlər. Amma bir dənə şey, kişi ya yetim bir dənə şey istəyir də. Yəni kişi həyatda 2 dənə şey istəyir. Mənə görə belədir. Seks və yaxşı söz. Yəni başımı tumarlasınlar, seks versinlər. Bu kişini aldatmaq 2-2-dir. Ona görə xəyanətini gizlədə bilmir, nə bilim eləyə bilmir, yalan danışa bilmir, özünə ələ verir və ya kompleks varlıqlar deyirlər kişilər. Yəni ki, sadə, bəsit. Çox sadə, on-off qiyməti. On-off qiyməti var da. Qadınlar biraz daha qatışıqdılar, düzdür. Emosional olaraq dalğalanırlar, o hormonal dalğalanmalarla bir yerdə. Təbii ki, bunları bir kişinin
qadının menstruasiya siklinin qrafikini götürüb Kalendar özündə saxlaması. Yəni o və günlər- emosional kaçeli yaşayırıq Aha, kişi sonda və sonda doğrudur. günah boşananda da günah kişidə olur. Ki o mənə başa düşmür. Yəni necə bu yetim necə başa düşsün? Yəni Doğrudur. Mən sizlə razıyam. Buradakı yanaşmada qadınlar da əslində çox deyək ki, özündən fədakarlıq eləyirlər. Bizim yenə də mənim çox sevdiyim bir hocam da ondan misal gətirsəm, deyir ki, bir gün evliliklərinin 50 illiyini qeyd edən bir cütlüklə onların partilərinə getmişdim. Qəşəng belə xoş bir cütlüklər, əl-ələ gəzirlər və yaxud da ki, bir-birlərinə toxunurlar falan. Çox belə səmimi ünsiyyətlər və çox xoşuna gəlir. Sonra qadına yaxınlaşır ki, sirriniz nədir bəs bu 50 illik evlilik maşallah. O da deyir ki, mən 5 ayrı kişi ilə evlənmişəm. O deyir, necə yəni bundan əvvəl 4 dənə başqa kişi olub? Deyir, yox. Mən evlənəndə yoldaşım çox enerji dolu idi, mənə çox sevgi dolu davranışları var idi. Onu sevmək çox asan idi. Mən ona vuruldum, aşiq oldum. Ondan sonra biz evləndik. O getdi, yerinə işkolik bir adam gəldi. Yəni sürəkli iş, bizi də bəzən uşaqları da şey eləyirdi, laqeyd davranırdı. Deyir, mən o adamı da anladım, başa düşdüm və onu da sevə bildim. Sonra deyir, o da getdi, yerinə orta yaş krizi dediyiniz bir adam gəldi. Bu səfər də hər şey son fürsət kimi, hər qatar axırıncı qatarda kimi, yəni fürsəti itirmək qorxusu yaşayırdı. O deyir, biraz daha çətin idi, amma onu da biraz çaba ilə sevə bildim. Sonrasında deyir, bu təqaüdə çıxdı, pensiyaya çıxdı. Ondan sonra bütün gün evdə idi. O deyir ki, karizmatik, ağır duruşlu adam getdi. Onu niyə ora qoydun, bunu niyə bura qoydun deyə dırdır eləyən bir adam gəldi. Bunu da sevmək biraz daha çətin idi, amma onu da sevə bildim. paraleldə özü də dəyişib də. Təbii ki, bu dəyişim mütləqdir. Biz yəni zaten evliliyə başladığımızda Yenə də ilk nöqtədə necə isə elə qalacağımızı düşünürük. Amma evliliklə bir yerdə bir zaman keçir. Biz dəyişirik, evliliyin özü dəyişir, evliliyə əlavələr olur, uşaqlar əlavə olunur, yeni dərdlər yaranır, yeni maraqlar yaranır. Yəni bir təkamül prosesi evlilikdə də gedir və bir dəyişən sürəcdir. Amma insanlar o dəyişən sürəci qəbul etməkdə çətinlik çəkirlər. Biz evlənəndə bu belə deyildi deyirlər. Təbii ki, o elə deyildi. Yəni Fərqindəlik məsələsi var da. Fərqindəlik çox vacibdir və çox fərq yaradır. Yəni insanların o seçimlərində fərqindəlik onları doğru yola yönəldir. Biraz öncə sizin dediyiniz kimi. O bilir ki, artıq bu süreçlər bütün insanlarda keçilir. Yəni bizim ailə belədir, digərləri acayip xoşbəxtlər, şeydə kinolardakı kimi yaşayırlar. Tetikləyir axı. Sosial mediada qadın ya da kişi xoşbəxt cütlüyü görür. Kişi girir idman eləyən bütün gün qızları görür. Baxır deyir, nə şeylər var, mənim evdəkinə bax. O da başqa qızları görür ki, əri səyahət aparır, ora aparır, bura aparır. Deyir, mənim Akifimə bax. O da tələb edir ki, mən də səyahət aparır. Niyə biz bunları eləmirik? Məsələn, siz terapiyada bu tövsiyələr arasında artıq müasir psixologiyada sosial mediadan uzaq qalma var. O tövsiyəni versək də işə yaramayacağını bildiyimiz üçün vermirik. Sosial media təbii ki, həyatımızın içinə girdi və oturdu və onun təsirləri də çox ailələr üzərindəki təsirləri. Özəlliklə mən deyərdim ki, daha periferik bölgələrdə yaşayan insanların boşanmalarında sosial medianın çox təsiri var. Çünki yəni müqayisə, sosial media deməkdir, yəni müqayisə edir. Müqayisə etmə, sosial mediada gördüyü o modellərlə müqayisə etmə və sanki orada elə bir həyat var düşüncəsindən, mən də boşanım, mən də elə bir həyata girim düşüncəsindən boşanmalar çox ardır. Bizim boşanma səviyyələrimiz əslində Türkiyənin keçmişi hardasa 55%-ə yaxınlaşıb. Çox yüksəkdir. Yəni pandemiya səviyyəsindədir. Keçən dəfə Amsterdamda bir dostum var, orada yaşayır. 5 ildə artıq vətəndaşlıq aldı. Onunla xəyanəti danışırdıq. Deyir ki, tamam, biz Amsterdam biraz daha sərbəst cəmiyyətdir. Yəni burada hər yerdə gedirsən, orada kişi şeylərinin, yəni ki, o homoseksual evlilikləri eləyən plakatlar var falan. Deyir, tamam, burada hər şey belə, amma dürüstcə belədir. Yəni ki, amma Azərbaycanda baxıram, gizli xəyanətlər o qədərdir ki, yəni məncə Avropanı da keçiblər. Yəni bizdəki xəyanət artıq pandemiya səviyyəsindədir, amma gizlətməklə gedən bir xəyanət olduğu üçün biz ailənin imitasiyasını yaşayırıq. Yəni zaten biz imitator ölkəyik. Azərbaycan imitasiya respublikasıdır da. Yəni hər şey imitasiya olunur və ailə münasibətləri də imitasiyadır, biznes həyatı da imitasiyadır. Münasibətlər imitasiyadır. Yəni sadəcə var.
prospektlərdəki o qəşəng. Hə, o üzlükdür də. Binalar Binanın üzlük. arxasına keçirsən bina artıq tökülür, ölür də. Yəni Mərdəkan yolunda divar var. Divara pəncərə qoyublar və o bina deyil, divardır. Yəni binanın imitasiyası var da. Bu ailə həyatının imitasiyası yaşanır. Ona görə, yəni o dürüstlük məsələsi biz Əli ilə bir verilişimizdə dedik. Məsələn, Sinqapur olmasının səbəbi layiqlik məsələsidir. Yəni insan ölkənin baş naziri Çinli idi, amma deyir ki, müsəlman layiqdirsə bu işə, gəlsin bu işi müsəlman görəcək. Yəni sənin dini, təriqət, siyasi, partiya baxışları rol İşi oynamır. bilməyin önəmli. Layiqlik məsələsi. Orada hər şey dürüstcəsinə olur. Bəli. Hollandiya dediğimiz Hollandiyada odur. Çünki 16-cı əsrdə adamlar belə deyək, torpaq yaratmağa başlayırlar. Hollandlılar Allah Hollandları, Hollandlar da Niderlandı yaratdılar. Belə bir məsələləri var. Onlar quru yaratmağa ərazilər başlayırlar ki, əraziləri olsun, amma bəlli olur ki, bu adamlar çox da inkişaf edə bilmirlər. Yekunda bir simpozium çağırılır və bunlar ən varlı insanlar və ən ağıllı insanları deyirlər ki, bəs bizim ən güclü xüsusiyyətimiz nədir? Deyirlər ki, ticarət. Biz ticarətdə necə eləyə bilərik? Biz bizə qarşı tolerant olsaq və adamın dini və görüşlərinə baxmadaq onunla ticarət edə bilsək, biz qazana biləcəyik. Və Holland effekti orada yaranır. Və tolerantlıq məhz orada yaranır. Ona görə mərkəzi oradır. Adamların, yəni adamların ordusu yox idi. Pulu ilə ordu tutub İndoneziyanı işğal eləmişdilər, Cənubi Afrikanı işğal eləmişdilər. Ticarətən böyük gücdür. Bəli, onlar New York dediyimiz yer əslində New Amsterdam idi. Sonra ona ingilislər gəldilər və New York olur da. Yəni Amerika qitəsinə qədər gəlib çıxmış, amma orduları yox idi. Yəni kauçuk bilirdilər ki, mənbədir, gedib Indoneziya. Gəmi ilə dünyanı kəşf edir. Hə, yəni elmə əsasən şey eləyirdilər, rəssamlıq, elm, ticarət, nəyi yaxşı bacarırdılarsa onu bilirlər və cəmiyyət olaraq imitator deyirlər. Və çox zənginləşdilər. Yəni hələ 16-cı əsrdə Hollandiya cəmiyyəti, Hollandiya vətəndaşları çox zəngin idi. Yəni rifah olaraq. Rifah halları artdılar. Çünki bir-birlərinə qarşı kütləvi zəngin idilər. Bir-birlərinə qarşı dözümlü olmağa başladılar. Bəlkə bunu ailə bağlarına şey eləsək, biz bir-birimizə dözə bilmirik də. Yəni biz dözürük nəyə görə? Atam ölsəydi mən boşanardım. Anam boşansam anamın ürəyi tutar. Uşağa görə və s. Bir-birimizə dözmür ya. Kimlərsə başqa şeydir. Biz bəlkə bir-birimizə dözməyi öyrənməliyik. Yəni dözmək ondan ibarətdir ki, mən bir dəfə yoldaşımla biz belə konflikt dövrümüzü yaşayanda dedim ki, okey, mən tək yaşaya bilərəm, amma mən səninlə yaşamağı seçirəm. Yəni çünki tək yaşamaq mənə iqtisadi olaraq gəlirlidir. Mən ev daha balacadır, xərclərim daha azdır və s. Mən pul olaraq tək yaşamaq daha sərf eləyir. Burada o mən səndən çox qazanıram məsələsi deyil də. Amma mən səninlə ona görə yaşamaq istəyirəm. Çünki səninlə yaşamaq istəyirəm. Yəni seçim bundan ibarətdir. Okey, yəni sən də gül döyürsən, mən də bülbül döyürəm. Yəni istər-istəməz bizim çatışmayan şeylərimiz var. Çatışmayan şeyi qapıdan girəndə qoyuram bayıra. Vəssalam. Statistikam o başqa şey göstərir. Boşanan kişilərin ölüm yaşları daha erkəndir. Bəli. O da var. İntihar riskləri daha çoxdur. Amma boşanan qadınlarda ona görə kimsə evləndi. Amma boşanan qadınlarda da tam tərsinə. Ürək xəstəliyi tapa bilirlər. Boşanan qadınlarda isə tam tərsinə. Onlar daha çox yaşayırlar. Evlilikdə əgər bir bədbəxt evlilik içində bir qadın davam eləyirsə, onun depressiyaya tutulma riski 5 dəfə artır. Doktor, dediniz ki, gizli xəyanətlər məsələsi var. Burada belə bir məsələ ortaya çıxır da, bir evlilik dönəmində. Biz bir-birimizə həqiqətləri deməliyik, yoxsa münasibət yaxşı olsun deyə yalan danışmaqda olar? Həqiqətlər məncə çox vacib bir şeydir. Yəni mən həqiqəti həqiqətən önəmsəyirəm. Amma bilmirsən bəzən yəni yalan danışmasın da deməsin. Bəzən bir həqiqəti qarşı tərəf hələ ki eşitməyə hazır deyil. Ona görə onu qəbul etməyəcək. Onun duyğuları ona icazə vermir. Ona görə də biz terapiyalarda ən azından həqiqətdən əvvəl insanların duyğularını ön plana qoyuruq. Nə deməkdir bu? Yəni bir insanın bir hərəkəti, bir davranışı eləməkdəki içindəki o duyğular nələrdir? Çox bunu başa düşmək, öz-özünə başa düşmək olmur. Deyək ki, məsəl üçün bir cütlüklərdən biri krizinə giribdi. Qısqanclıq krizinə giribdi. Və artıq deyir ki, sən mənə göz verirsən, işıq vermirsən, mənə yaşamağa qoymursan, hər şeyi məhdudlaşdırırsan.
bu şəkildə tənqidi sözlər biraz öncə dediyimiz istifadə etmək yerinə və yaxud da ki, qısqanclığın səbəblərinin olmadığını isbat eləmək, yəni ki, yox düz deyil, qısqanmağın elə bir şey olmayıb, belə isbatlamaq yerinə nəyə görə qarşı tərəf qısqanmağa başlayıbdı? Yəni qısqanmaq çox vaxt bir özgüvənsizlikdən qaynaqlanır, yəni patoloji səviyyədə qısqanmaq. Bunu anlamağa çalışmaq daha faydalı olur. Qısqanclığı bəzən qadınlar dozasını çox aşırırlar. Məsəl üçün kişini anasından belə qısqanmağa başlayırlar. Kişini anasından qısqanmaq lazım deyil. Kişini anası ilə bölüşmək lazımdır. Çünki onu böyüdən Bölüşmək lazımdır. Təbii ki. Yəni ki, o rəqib deyil, ana rəqib deyil. Və Anadan ayrılmalı deyil kişi. Anadan ayrılmalıdır. Amma Bölüşmək. sən hələ də ananın təsirindəsən, ananın dediklərini eləyirsən, anan sənin üçün vacibdir. Ana ilə müqayisəyə girmək, yəni bunun kimi bu qısqanclıq bu Əslində ana ilə yarışırlar. yarışma halıdır. Bu patoloji bir qısqanclıqdır. Bu lazım deyil. Yəni qadınlara səslənmək istəyirəm ki, kişiləri analardan qısqanmayın. Yəni bu qısqanclığın dozası çox vacibdir. Normalda qısqanclıq evlilik üçün əslində faydalı da bir şeydir. Müəyyən bir dozda. Bəzi cütlüklər mənə gəlir ki, deyir ki, yoldaşım məni heç qısqanmır. Hara gedirəm, heç soruşmur ki, hardasan, nə edirsən, gün ərzində məndən maraq. Bu da evliliyi öldürən bir şeydir. İnanır da. Sahiblənmə duyğusu. Sahiblənmə duyğusu olmur, düzdür. Yəni qısqanmadığında Yəni da gəldi. Nə istədiyini qadınlar bilmir. Çox müəyyən qısqanacaqsan deyəcəksən, mənə nəfəs alma qoymursan. Deyirsən ki, müəyyən dozada qısqanclığı istəyirlər, amma aşırı qısqanclığı istəmirlər. Bunu da yəni baxdığımızda bu qısqanclıq mövzusunda altda yatan bir insanın qısqanclıq səbəbi nədir? Özünə mi güvənmir, özgüvənsizliyi mi yoxdur? Yoxsa qısqanclığı yaradan bir səbəb mi var ortada? Məsəl üçün burada bəzən qısqanc olan partnyor daha da belə qısqanmasın deyə hər şeydə belə ehtiyatlı olmağa başlayır. Gizli bir çox şey gizlətməyə başlayır, halbuki ortaqda bir şey yoxdur. Ona görə də məsəl üçün biz deyirik ki, dürüst münasibətlə qısqanclığa qarşı mübarizə aparmaq lazımdır, açıq münasibətlə. Yəni, əgər sən özünə güvənirsənsə, o telefon kodu olmasın. Telefon ortalıqda stolun üstündə olsun. Və yaxud da ki, kişi adı ilə qeyd edilmiş bir addan qadın mesajı gəlməsin. Yəni, belə güvən qırıcı şeylər olmasın. Əgər bunlar olarsa, telefon ortalıqdadır, kodu yoxsa, heç o telefona baxma ehtiyacı da yaranmayacaq həmin partnyorda. Bir-birinin parolu məsələn bilmək. Biz yoldaşımla bir-birimizin Instagram girmə, bir dəfə də girməmişəm, parolu bilirəm. Sanki o güvən məsələsi. Bir də son zamanlar çox gündəmdə olan, niyə gündəmdə bəlli müxtəlif terapiya və kitablar üzərində çox bu porno asıllığından çox danışılır. Bu porno, kişinin porno ya da qadının porno izləməsi, bu belə ciddi asılılıqdır. Yoxsa bu sadəcə təbii bir hadisədir, baş verir. Yox, porno asılılığı ciddi asılılıqdır. Belə olur ki, yəni biz asıllıq hər porno izləyənə asılılıqdır demirik. Porno asılılığı belə olur ki, kişi məsəl üçün və yaxud da ki, qadınlarda da porno asılılığı ola bilər. İş yerində 2 saatdan bir masturbasiya eləməyə ehtiyac hiss edir. Yəni işini dayandırır, dayandırmasa, masturbasiyanı eləməsə özündə çox böyük sıxıntı hiss eləyəcək, işinə odaklana bilməyəcək və sürəkli gün ərzində 3-4 dəfə bir masturbasiya eləməyə ehtiyac hiss eləyir. Sürəkli porno izləməyə ehtiyac hiss eləyir. Porno izləmədən hər hansı bir ehtirasını artmağa və yaxud da ki, sərtləşmə kimi halları yaşaya bilmir. Cinsi əlaqələri pozulur, normal cinsi əlaqələrə girə bilmir. Ona görə də porno ciddi bir şəkildə asıllıq yaradan bir şeydir. Çünki dozası yüksəkdir. Yəni normalda biz masturbasiya eləməni o qədər problem görmürük, amma porno izləyərək masturbasiya eləməni problemli görürük, riskli görürük. Çünki daha öncəsində xəyal edərək bir masturbasiya eləmə var idi. Xəyalları canlandırırdı, daha uzun müddət çəkirdi. Amma indi isə çox qısa müddətdə çox rahat bir şəkildə bir porno videosunu açıb izləmək, yəni ki, prosesin özü də rahatlaşıbdı. İndi o da seçim eləyir də, bir var divara baxır, bir də ki, nəyisə baxır. Yəni məsəl üçün kompüter asılılığı olmadı da, kompüter girdi həyatımıza telefonlardan və kompüter asılılığı olmadı, amma telefon asılılığı oldu. Nəyə görə? Kompüteri açmaq lazımdır. Gözləyirsən orada Windows fırlanır, bir şey açılacaq. Yəni bu bir müddətdir. Amma telefon elə deyil, açırsan
tez bir şəkildə, yəni bu sürətli olma da asıllıq üçün bir problem yaradan bir şeydir. Ona görə porno asılılığı gözlə görünən bir şey olmadığı üçün insanlar bunu asıllıq olaraq başa düşə bilmirlər. Yəni ki, bir var ki, narkotikdə bilirsən ki, bir tozluğunu istifadə edir, istifadə edəməsə, burada amma ortalıqda bir şey yoxdur da, yəni ki, bir çox psixoloji tezis hal-hazırda porno asılılığı ilə bağlı yazılır məsələn. Aha. Burada mexanizm amma narkotiklə eynidir. Yəni ikisi də beyində dopamin ifrazını çox artırır. Ona görə biz o həzz duyğusunu, dopamində həzz duyğusu yaşadır. Həzz duyğusunu təkrar yaşamaq üçün biz o davranışı təkrarlayırıq. İnsanın davranışı təkamül olaraq, Freud da bunu şey deyirdi, üstündə dururdu. Biz həzz verən şeyə yönəlirik, narahatçılıq və ağrı verən şeydən qaçırıq. Bu şəkildə formalaşmışıq. Yəni qabıq tərəf, yəni korteks olmadan beynimizin alt tərəfi bu şəkildə işləyir. Həzzə yönəlmə, qorxudan qaçma. Ona görə də öz dürtülərini kontrol eləmək də kortekslə baş verir. Qorxudan yoxsa ağrıdan? Qorxu, bütün narahatçılıq verən duyğulardan qaçırıq. Bəs axı seksdə ağrı istəyi normal deyil bu. Onun mexanizması başqadır. Seksdəki o sadomazoxistik fantaziyalar mazoxizmdə daha çox. Hər şeyi sado eləməliyikmi? Yo, bu insanların öz yəni şuur altında belə bir erkən dövrdə formalaşır, uşaqlıq dövründə formalaşır bu sadomazoxistik fantaziyalar. Bir çox şeydə ağrıdan həzz alma və yaxud da ki şiddət göstərməkdən həzz alma bu uşaqlıq dövründən formalaşır. Cinsəllikdə bizim həyatımızın ən yalın, ən çılpaq anıdır. Orada bir çox fantaziyalar ortaya çıxır. Bir çox insan cinsəllik sırasında elədiyi şeydən sonrasında utanc duyur, peşmanlıq duyur ki, niyə elə bir şey elədim kimisindən. Çünki o anda bizim o qadağa eləyən bizim superegomuz biraz geri çəkilir və həzz duyğusu ilə bir çox fərqli şeyləri eləyə bilirik. Amma mazoxizmin dinamikası biraz fərqlidir. Burada cinsəlliklə əlaqəli günahkarlıq duyğuları o qədər yüksək olur ki, insanlar cinsəlliyə başlamağa içlərində bir günah hiss elədikləri üçün günahkarlıq hissi ilə başlamaqdan çəkinirlər. Orada ağrı vermək, cəzalandırılmaq sanki o günahkarlıq, mən günahkar oldumu cəzalandırır özünü. Şeylərdə belə bir şey var, xristianlarda belə bir şey var. Günah işlədikdən sonra özlərini qamçılayırlar. Fikir verirsiniz, bizim şeydə də özünü yəni zəncirləmə şeyi, bir çox şeyimiz katoliklərdən gəlib, amma biz elə bilirik ki, müsəlman adətləridir. Yəni mənə çox qəribə gəlir. Bizim evlilik adət-ənənələrimizin çoxu da katoliklərdən gəlibdir. Yəni katoliklər o mövzuda çox qatı idilər. Hətta o Kraliçə Elizabet dönəmində cinsəllikdə o missioner pozasını o gətirib ki, ancaq bu pozada cinsel əlaqədə ola bilərsiniz. Yəni erotik bölgələri minimum görə biləcəyiniz pozada tək məqsəd nəsil artırmaqdır. Cinsəllik sırasında orqazm olmaq olmaz. Yəni ki, hətta belə bir şey deyirdi ki, məsəl üçün qadınlara tövsiyə edilirdi ki, əgər görsəniz ki, orqazm olmaq üzrəsiniz və qışqırmaq istəyirsiniz, onda hər şey İngiltərə üçün hər şey kraliçə üçün. Hər şey kraliçə üçün deyirdi. Yəni ki, belə tövsiyələr var. Çox qəribə, amma İslam belə deyil. İslam cinsəllikdə bayrağı qaldırır. İslam cinsəllikdə halal çərçivədə bir çox şeyə icazə verir. Yəni müəyyən qaydalar qoyubdu və halal çərçivəni müəyyən edibdi. O çərçivə içərisində son paylaşımınızda da gördüm bunu. İslam və seks və terapiyanı belə bir qarşılaşdırırdınız. Müraciət eləyirlər. Əslində mən sizə deyim ki, dindar kəsimdən müraciət eləyən cütlük terapiyası olsun, cinsel terapiya olsun, dindar kəsimdən müraciət eləyən insanlar daha çoxdur. Onlar daha çox evliliyin qayda-qanunla yaşanmasını, yəni digər kəsim, intellektual kəsim, yəni Azərbaycan deyək ki, intelligent və intellektual kəsimi sanki hər şeyi özləri bilirlər və yaxud da özləri oxuyub araşdırıb öyrənə bilərlər kimi yanaşdıqları üçün onlar terapiyaya getdiklərində terapist məndən çox bilmir ki, şəklinə yanaşırlar. Amma əslində burada bir bilgi yarışması deyil də, terapiyada biz o söhbətin özü deyil, içəriyi deyil, danışılanlar deyil, orada duyğunu ölçmək, yaşadığı duyğuların altında yatan uşaqlıq dövründəki əlaqələrini tapmaq, bunlarla məşğul oluruq deyənə, o terapiyada bilgi çox olsa da, terapist səndən daha az bilgili olsa da sənə köməkçi ola bilər. Çünki o terapiya texnikasında təcrübəlidir.
Bəs maraqlı, məsələn, nə bulqular var türklər demiş bu İslam, seks və terapiya mövzusunda. İslamdakı bulğularda belə problemlə ən çox qarşılaşıram ki, bu bir neçə qadınla evlilik mövzusunu kişilər çox önə çıxardırlar. Yəni qadın da dindardır, kişi də dindardır. Kişi dininin ona icazə verdiyi bir neçə qadınla kəbin mövzusunu ortaya çıxardır. Amma İslam burada da onu da deyib ki, qadının icazəsi olmalıdır. Qadın da buna icazə vermir. Gətirir ki, siz kömək eləyəsiniz. Yəni buradan Başa saldı doktor. buradan münaqişələr yaranır və artıq evlilik problemləri yaranır. Digər bir şey İslamda olan şeylərdən birisi də odur ki, Hamısını elədiniz, qaldı evlənmək. səhv İslami bilgilərlə qadın azadlığını məhrumlaşdırmaq çox yayğındır. Ona görə heç birisində zaten özünə dindar deməklə yetərli deyil də, heç birinin oxuduğu yoxdur. Yəni Quran nə deyir, hədis nə deyir, bunları oxumuşluqları yoxdur. Daha çox adət-ənənə ilə gələn, bizdə İslam İmitasiya, doktor, imitasiya. adət-ənənə ilə gəlir. Yəni ki, mentalitet dediyimiz şey sanki İslamla adət-ənənənin qarşılığı bir şeydir. Onunla qadını basqılama, qadını məhdudlaşdırma və qadınlara bunu qəbul etdirmə. Qadınlar da müəyyən müddətdən sonra İslamda dürüstlük, ədalət çox vacib bir şeydir. Onu çox önəmli nöqtəyə qoyurlar. Ən birinci şey elə odur. Ən birinci şey odur. Yəni qadınına qarşı da ədalətli olmalısan. Bir müddətdən sonra qadın görür ki, kişi ona qarşı ədalətli deyil, ona zülm eləyir, onu istifadə eləyir, onu manipulyasiya eləyir. Artıq bu nöqtədə o dini tutunduğu şeyə də uyğun olmadığı üçün etiraz eləmələr başlayır və ondan sonrasında terapiyaya gəlirlər. Terapevtlərlə bağlı belə bir fikir var. Mhm. Getdim, pulumu verdim, qulaq asdım, çıxdım gəldim. Siz niyə qulaq asırsınız? Həmkarlarınız adından deyəcəm. Siz niyə qulaq asırsınız, amma danışmırsınız? Bəli, çox terapistlər haqqında çox sıx deyilən bir şeydir ki, gedirəm, otururam, danışıram, o da sonrasında da pulumu verirəm, çıxıram. Təbii ki, qulaq asmadan biz anlamağımız mümkün deyil. Yəni ki, bir insanın iç dünyasını başa düşmək üçün bizim onu uzun müddət səssizcə dinləməyimiz lazımdır. Yəni bir insan danışmağa başladığında biz o insanın xarakter xüsusiyyətləri, uşaqlıq travmaları və hazırda yaşadığı emosional vəziyyət, duyğu halını anlamağa çalışırıq. Çox vaxt özünə də anlatmağa başlayırıq. Yəni onun dediyi sözləri geri qaytarırıq və geri qaytararkən bu sizdə hansı duyğunu yaratdı? O duyğusunu fikirləşməyə başlayır. Çox vaxt duyğuların adını bilmirlər. Duyğusunu fikirləşməyə başlayır. Sonrasında biraz daha dərinə gedir ki, hansı dövrdə belə bir şey yaşamısınız? Hansı hadisə sizdə bu duyğunu tətiklədi? Bu şəkildə anlam verməyə başlayır. Yəni yaşadığı duyğuya anlam verməyə başlayır. Çox vaxt məsəl üçün belə olur ki, insanlar müəyyən iki qadınla kişi münaqişə eləyirlər, mübahisə eləyirlər. Müəyyən bir mövzu haqqında ki, yəni niyə qabları çirklidir, yəni üstündə ləkə var. Belə bir şeydən mübahisə eləyirlər. Əslində bu mübahisədə qab mövzusu olsa da, altda yatan şey dəyər görmək, hörmət görmək, sevgi görmək. Bunun kimi tələblər üçün biz vuruşuruq. Mübahisələrdə, münaqişələrdə bizim şeyimiz odur ki, güc ortaya qoyaq, özümüzü ləyaqətli hiss eləyək, dəyərli hiss eləyək, sevildiyimizi hiss eləyək. Yəni o birisi sözlərlə ifadə edilən şeyin bəhanəsidir. O şeylər bəhanədir. Altda yatan şey sən mənə hörmətsizlik eləyirsən. Bu deməkdir. Sən məni sevmirsən. Sən mənim gücümü, mənim otoritəmi qəbul eləmirsən. Məni Ona kişi elə kimi gəlir də. qəbul eləmirsən. Sadəcə boşqabıda ləkədir də. O ona elə gəlir ki, o sevmir. Yox, dərinləşdirdiyimizdə ona elə gəlir sevmir, amma dərinləşdirdiyimizdə altda yatan motivasiyaların çox başqa bir şey olduğunu görürük. Ona görə biz deyirik ki, niyə savaşırıq, niyə mübahisə edirik? Yox, nə üçün mübahisə edirik daha vacibdir. Yəni o dediyi bir toqquşma dövrü olur, xarakterlərin toqquşma dövrü olur. Orada bir özünə yer müəyyən eləmə, öz yəni yerini tutma, haqsızlığa uğramama, gücünü ortaya qoyma. Bunun kimi istəklər var. Bu istəkləri başa düşdüyümüzdə həm qadın başa düşdüyündə, həm kişi başa düşdüyündə o mübahisələr əhəmiyyətini itirir.
artıq başa düşür ki, mən onun hansı tərəfinə təsir elədim. Hətta biz o mübahisələrdə də onu deyirik ki, mübahisələri yox eləmək, bir evlilikdə mübahisə olmayacaq, münaqişə olmayacaq, qeyri-real bir şeydir, fantaziyadır. Burada mübahisə, münaqişə olacaq. Amma insani duyğularımız var ki, şərəf, ləyaqət, bunun kimi duyğular incidilmədən mübahisə olduğunda heç bir problem yoxdur. Hər mövzuda mübahisə eləyib, çünki məsəl üçün mübahisələrdə belə bir şey də var da, haqlılığı ortaya qoymaq, yəni öz haqlı olduğunu isbat eləməyə çalışmaq. Bəzən iki tərəf də haqlı olur. İki doğrunun toqquşması olur. Burada da mübahisə eləyib, müzakirə eləyib, sonrasında hər öz fikrində qalıb müzakirəni bitirmək də mümkündür. İlla da burada mübahisəni keçirib qarşı tərəfi incitmə tərəfinə keçməmək Mənim iki çox taktikam vacibdir. var son olaraq. Mənim iki taktikam var dava eləyəndə. Birinci sual verirəm. Deyirəm ki, bu mübahisənin məqsədi qurmaqdır yoxsa dağıtmaqdır? Mənim məqsədimdir bu mübahisənin məqsədi. Dağıtmaqdırsa mən burada yoxam. Öpürəm, mən dağıtmağını deyirəm. Qurmaqdırsa okey, oturaq məsələdən danışaq. İkinci şey isə ondan ibarətdir ki, haqlı mı çıxmaq istəyirəm burada, yoxsa xoşbəxt mi olmaq istəyirəm? Yəni mən mübahisədə çox uzun zamandır haqlı çıxmaq istəmirəm. Başım din. Çünki zaten qadınla mübahisədə kişi həmişə uduzur. Mən biraz daha dərinləşdirməyin kişinin qadınla mübahisənin qazanma o halda ola bilir ki, onlar artıq ayrılırlar, mübahisə edirlər. Kişi deyir ki, mən götürürəm çamadanımı, gedirəm və onda mübahisəni kişi qazanır. Digər hallarda mümkün deyil. Çünki o yenə deyirəm, bizim boz məhlulumuzla o boz məhlulun arasında fiziki olaraq fərq olmasa da, neyron olaraq fərq var. O, yəni şey olaraq da, o neuroscience olaraq da sübut olunub ki, qadında sağ və sol yarımkür arasında neyron bağlantısı kişidən daha sıxdır. Kişidə ya bu işləyir, ya bu işləyir. İkisindən biridir. Bəli. Paralel işləmir. Bəli. Qadında bu paralel işləyir. Yarımkürəni bir yerdə işləyir. Hə, yəni mən bir şeyə fokuslananda həyat yoldaşım 5 dənə şeyə fokuslanır. Və o mənə 20 il bundan qabaq bir hadisəni elə misal çəkə bilər ki, mənim heç yadımdadır. Vəssalam. Hitler kaput, yəni uduzursa. Ona görə mən xoşbəxt olmağı seçirəm, nəinki mübahisə. Yəni mübahisələrdə udmalı. belə bir şey də var ki, biz onu da terapiyalarda düzəltməyə çalışırıq. Məsəl üçün qarşı tərəf bir şey deyir, amma digər partnyor o sırada ona qulaq asmır. Beynində ona verəcəyi cavabı hazırlayır. Bu aktiv dinləmə tərzi deyil. Yəni ki, o sırada həmin insanın nə demək istədiyini zaten anlamış olmuruq. Biz o sırada fikirləşirik ki, hə, bu bunu demək istədi. Bir cümləni deyəndən sonra artıq digər deyəcəklərini təxmin edirik öz beynimizdə və o cavabı hazırlayırıq. Səhvdir o. Bu səhvdir. Çünki qarşı tərəfi dinləmədiyimiz üçün insanın dinlənilmə ehtiyacını təmin etməmiş oluruq. Bizim də pasiyentlərimizin böyük qrupu dinlənilmə ehtiyacına görə gəlirlər. Zaten biz məsləhət verməyi ona görə etmirik ki, məsləhəti birinci dərəcəli qohumlar, valideynlər, yoldaş, hamı məsləhət verir. Heç bir şeyə xeyri yoxdur. Bu insanın məsləhətə ehtiyacı yoxdur. Bu insan dinlənilib, təsdiqlənilib və biraz daha dərinə inib o düşüncələrin, duyğularını anlamlandırmağa ehtiyacı var. Biz terapiyada bunu eləyirik. Belə bir güvənli bir guşə yaradırıq. Orada bir çox şeyi paylaşmaq mümkündür. İçindəki dərin duyğuları paylaşmaq üçün rahat bir ambiyansa girirsən və dərin duyğuların ortaya çıxdıqca biz onları analiz eləməyə başlayırıq. Eyni şəkildə cütlüklər gəlir. Yenə də evdəki mübahisə tərzləri qalır bir tərəfdə. O guşədə, o güvənli guşədə onlar mübahisə eləməyə başlayırlar. Biz onların mübahisələrinin içəriyinə heç müdaxilə eləmirik. Çünki bir-birini tənqid edən şəkildə sən onu elədin, mən bunu elədim. Mübahisələrin heç bir faydası yoxdur. Biz orada mübahisənin tərzinə müdaxilə eləyirik ki, burada tənqidi yanaşma var. Tənqidi yanaşmanı azaltmaq lazımdır. Sənə bir sual verdi. Sən orada müdafiəyə keçdin. Müdafiəni durduraq. Gəl başa düşməyə çalışaq, bir ona dediklərini qaytaraq, onu anlamağa çalışaq, onun duyğusunu anlamağa çalışaq. Ondan sonrasında yenə də iynələyici sözlər varsa, hətta mənim seanslarımda belə olur ki, kişi o mübahisə sırasında o qədər yüksəlir, səsini yüksəldir ki, qadın qorxmağa başlayır, geri çəkilir və artıq kompromisə gəlmək istəyir, onun dediklərindən razılaşmağa çalışır. Burada başa düşürsən ki, evdə də bu şəkildə gözdağı verərək, qorxudaraq bir mübahisə tərzi olur. Bu mübahisə tərzi sizin dediyiniz kimi konstruktiv deyil, yıxıcı bir mübahisə tərzidir. Bu tərzləri dəyişdirməyə çalışırıq. Bir digər şey də məsəl üçün evliliyin gedişatını müəyyən edən şey küsəndən sonra barışma müddəti nə qədərdir?
Barışma müddəti qısa olan insanların evliliyi daha xoşbəxtdir. Amma mənə cütlüklərim olur ki, küsdükdən sonra ildə 3-4 dəfə küsürlər, 3 ay 4 ay ayrı qalırlar. O küsürlük dövrü 3 ay 4 ay davam edir. Sonrasında barışırlar. Ondan sonra boşansınlar. 2-3 həftə bir şey olur. Sonra bir daha küsürlük dövrü olur. Bu şəkildə yəni uzun çəkən küsürlüklər təbii ki, evliliyi məhv eləməyə doğru gedir. Bizdə məsəl üçün müraciət edən cütlüklərin çoxu da bu şeylə gəlir ki, doktor, bu mənim yoldaşımdır, narsistdir. Bunu düzəltmək lazımdır. Yəni cütlüklərin terapiyadan gözləntiləri də fərqlidir. Çox oxuyurlar, məsəl üçün deyək ki, şeyləri sosial medialarda qulaq asırlar. Özünü sevməyən qadın, deyək ki, özünə dəyər verməyən qadın, red flaglər, ondan sonra love bombing. Yəni ki, sosial media belə terminlərlə doludur da. Heç kim də hərə də mənasını bir cür başa düşür. Bu arada onların heç birinin elmi aidiyyatı yoxdur. Elmi aidiyyatı var qismən. Bu narsistik manipulyasiya texnikalarının love bombingdir, gaslightingdir, onların şeyi var. Amma o digər şeylər fantaziyalar ki, özünü sevməyən qadın, nə bilim, qadınlardan nifrət edən kişi, bunun kimi şeylər. Bunların elmi aidiyyatı yoxdur. Elmi aidiyyatı yoxdur, bəli, qətiyyən. Yəni bu şeylərlə də dolmuş gəldikləri üçün artıq yoldaşına diaqnozu qoyubdu. Sadəcə bizə gətirib ki, diaqnoz hazırdır, gətirmişəm, mən də sizə kömək eləyəcəm, bu insanı düzəldək. Yəni öz istəyinə uyğun formaya salması. Öz istəyinə uyğun əslində, formaya salması. Son olaraq təşəkkür edirəm bu arada gəldiyinizə görə. İnsanların bəlkə də bir-birlərinə yaşadığı problem odur ki, sən xəyalında bir insan tutursan və qarşındakını öz xəyalına uyğunlaşdırmağa çalışırsan. Kişini özünkünə eləşdirsən, qadında sən olduğu kimi qəbul edə bilmirsən. Olduğu kimi qəbul etmək o manipulyasiv yoxdur. Mən beləyəm, mənə belə qəbul eləməzsiniz. Yox, ondan söhbət getmir, amma bu adamın bu xüsusiyyətləri var, bu xarakteri var, bu mənfidir, bu müsbətdir. Mənim tutunacağım şeylər nələrdir? Yəni bununla bir yerdə yaşamaq üçün. Amma yox, mənim xəyalımdakı ağatlı oğlan belədir. Sən belə olmalısan. Belə ola bilmir axı bu adam. Yəni onda zaman yəqin ki, ya o adam özünü dəyişəndən sonra zaten qadın üçün də maraqsız olur. Təbii ki, mən hətta bir dənə də şey deyərdim ki, məsəl üçün bugün günümüzün dövrü ilə 100 il əvvəlin dövrü bir-birindən fərqlidir. Yəni 100 il əvvəlin həqiqətləri bugün həqiqətlərindən üst-üstə düşmür. Amma bu sevgi, evlilik haqqındakı suallar elə 100 il əvvəlin sualları ilə eynidir. Biz günümüzdə həmin köhnə suallara yeni cavablar verməliyik. Amma hazırda mən sosial mediada gördüyüm şey, insanlar öz ailələrindən, öz kültürlərindən, gələnəklərindən gələn qeyri-elmi məsləhətlərlə sosial medianı doldurublar. Yəni bu şəkildə bu proses çözüləcək deyil. Ona görə də yəni oralara qulaq asıb özünə çarə tapmaq, o məsləhətlərdən mən belə eləyirəm məsləhətlərindən bir yol almaq mümkün deyil. Çünki hər kəsin təcrübəsi də fərqlidir. Hər kəsin təcrübəsi fərqlidir. Xoşbəxt evliliyin sirri də son olaraq onu deyim. Xoşbəxt evliliyin sehirli düsturu da odur ki, sevgi plus əməkdaşlıq. Əməkdaşlıq hissəsi çox vacib. Təşəkkür edirik gəldiyinizə görə. Minnətdarıq sizə və ümumiyyətlə partnyorluq, kolleqalıq, şəriklik, ailə də bir şəriklik şeydir də. Orada ən əsas məsələlərdən biri sevgidir. Mənə görə belədir. Çünki işini sevmirsənsə, kolleqanı sevmirsənsə, sənətvi sevmirsənsə, peşəvi sevmirsənsə, uşağı sevmirsənsə, ondan xoşbəxt ola bilməyəcəksən. Yəni mümkün deyil xoşbəxtlik. İndi bikə sevdirib sizə, kim sevdirib özü bilər. Amma sən halda bir yerdə sevgi yoxdursa, o da yoxdur. Çünki dünyada elə sevginin üzərində bikə bəzən uğurlu olur, bəzən uğursuz. Baxır bikəyə. Təşəkkür. Sevin bir-birinizi. Təşəkkür edirəm. Görüşərik. Çox sağ olun. Qismət olsa.